İşi vaxtında çatdırmırsınız və müdiriyyət sizinlə kobud davranır. Diqqətiniz dağınıqdır və yolda daim problem yaşayırsınız. Münasibətləriniz alınmır və hamı sizdən üz döndərir. Gozumaki. Həkim, mənim bir dərdim var, vallahi bilmirəm heç necə deyim. Qardaş, rahat ol, həkimə gəlmisən. Dinə. Həkim, başa düşün, deyə bilmirəm, utanıram. Allah, bu nə xasiyyətdir bu millət? Allaha and olsun, bura yığılmışam. Utanar adam pis əməlindən, özgəsinə pis rəftar eləməkdən, oğraşdıqdan, oğurluqdan. Sən həkim yanına gəlmisən. Mən 12 il təhsil almışam, ha kişi. Mən morqda adam doğramışam. Sən mənə burada gəlib nə danışa bilərsən ki, utanmalı olsun? Nə pox imisən, sən? Hardan bildiniz? Ayda, həkim yoxdur, kömək edin. Ayda. Səbir ol. Mənim telefonum anı ye. 8 il sonra. Ay Allah, 8 ildir bir dənə həkim kesmir burada. Tanıdın məni? Sən. Mən səndən götürdüyüm pulla getdim 8 il təhsil aldım. Hipokrat andı içdim ki, gəlim sənə kömək edeyim. Nə yaxşı ki, qayıtdın, çox sağ ol. Kömək elə mənə. Mənə elə gəlir ki, sizin problemləriniz hamısı uşaqlıqdan qaynaqlanır. Sən 8 il, nə oxumsan? Psixoloq. Nədir, neysə səhv oxucu. Ay qardaş, qardaş. Əlizadə, Allah, Şahverdiyev. Gəncə, Milli ordu. 2012. Allah. Yadıma gəlir səninlə çastın qabağında kalbasa çörək alıb Allah, yeyirdi. yadımdadır. Sənin yadındadır, səni çıxartdılar bayram, Aladoy əskəri idin. İt balası kimi döydülər, ağladın orada. Ağladın? Sən səhv salırsan, mən heç ağlayana oxşuyuram, mən dördüm. Ola bilər səhv sallam. Bəs sənin yadıma gəlir, zamparit gəlir, şillən qoydu ağzının Amma bir dəqiqə Diyanə, sənin yadındadır, sən Məmmədovla tutdular hamamda.